Düzbucaqlı formasındakı qutunun içindəki müstəvi güzgü üzərinə göndərilən I1 işıq şüası güzgüdən I2 işıq şüası formasında qayıdır. Buna əsasən qayıdan şüanın güzgü ilə əmələ gətirdiyi bucağı tapın. Biz əvvəlcə hər iki şüanın uzantısını çəkib onları kəsişdirək. Bu kəsişmə nöqtəsidir. Deməli bizdə müstəvi güzgü burada yerləşmişdir. Bu da səthin normalıdır. Düşmə bucağı qayıtma bucağına bərabərdir. Buranı soruşur. Bura 70 dərəcə olarsa, açıq bucaq 180 dərəcə olduğu üçün bura qalacaq 110 dərəcə. Burada 90-dır. Düzbucaqlı olduğuna görə. Baxın, bura 50-dirsə, deməli burada 50-dir. Onda 363-ün bu bizə 250 verir. 360-dan da 10 dərəcə. Bu dördbucaqlıya fikir versəniz, onda 90, 110, 50 və baxın, bu bucaqda 2 alfanın cəmi də bizə 110 verməlidir. 2 alfa bərabər 110 dərəcədirsə, alfa bərabər olur 55 dərəcəyə. Bizdən x-i soruşur. 55-in üzərinə x gələndə 90 verir. 90 minus 55. Bu da bizə verəcək 35 dərəcə.